Deməli, dramatik növün janrları yazılı ədəbiyyatda, dramatik növün janrları ilə izahını verəcəyim sizlər üçün. Dramatik növdə həyat hadisələri qəhrəmanların hərəkət və danışıqlarının vəhdəti yolu ilə. Bax, siz dramatik növdə bir əsər görəndə mütləq şəkildə o səhnə əsəridir. Mütləq şəkildə. Yəni, düzdür, oxumaq üçün yazılan bizdə dramlarda var. Yəni, bu cür əsərlər də var. Amma əsasən demək olar ki, %99% yəni səhnə əsəri hesab olunur. Dramatik növdə yazılan əsərlərə səhnə əsəri və ya piyes deyilir. Yəni piyes deyəndə bura komediya, dram, faciə, trajikomediya bunların hamısı aiddir. Dram əsərlərinin mətni nələrdən ibarət olur? Yəni mətni ümumi olaraq ki verirlər əsərin özü. 3 punktdan ibarət olur, belə deyək. Remarkadan ibarət ola bilir, olur daha doğrusu, monoloqlar olur və dialoqlar olur dram əsərlərinin mətnində. Remarka nədir? Hadisənin baş verdiyi yer, zaman, qəhrəmanın daxili vəziyyəti, geyimi, zahiri görünüşü, yaşı və s. aktyorların psixoloji vəziyyəti, onların səhnəyə gedişi, gəlişi və s. Bu tipli durumların hamısı remarkada baş verir. Verildiyi hissədir bu hissələr. Remarka dram əsərlərində rejissor, aktyor, rəssamlar, bəzən də əsərə musiqi bəstələyən bəstəkarlar üçün yazılır. Bəzən də bəstəkarlar üçün yazılır. Dramatik növü mətnin əsas hissəsini monoloq və dialoqlar təşkil edir. Əsas hissə budur. Remarkalar yalnız nəsrli olur. Bunu yadda saxlayırıq. Yalnız nəsrli olur. Monoloq səhnə əsərində qəhrəmanın tək başına öz-özünə danışmasıdır. Monoloqlar tək başına öz-özünə danışmasıdır. Monoloq əsərdə əsas qəhrəmanın dilindən verilir. Xarakterin açılmasına kömək edir monoloqlar. Diqqətli olmaq lazımdır. Burada düşür testlərin içərisində. Monoloqlara misal olaraq Müsibəti Fəxrəddin faciəsində Rüstəm bəyin və Fəxrəddin bəyin monoloqunu, İblis faciəsində İblisin monoloqunu, Ana faciəsində Ananın monoloqunu vermək olar. Dialoq Yunancadan söhbət, müsahibə deməkdir. Səhnə əsərində 2 və daha artıq şəxsin bir-biri ilə danışığıdır dialoqlar. Dramatik əsərlərdə süjet və hadisələr dialoqların vasitəsilə açılır. Süjet və hadisələr dialoqların vasitəsilə açılır. Dialoq əvəzinə mükalimə terminindən də istifadə olunur. Səhnə əsəri həm nəzmdə, həm də nəsrli olur. Həm nəzmdə yazılır, həm də nəsrlə yazılır. Nəzmlə yazılan səhnə əsərləri mənzum adlanır. Mənzum piyes, mənzum dram, bu tipli adlandırılırlar. Nəsrlə yazılan səhnə əsəri isə mənsur dram adlanır. Yəni nəsrlə yazılırlar. Mənsur piyes və yaxud da. Ədəbiyyatımıza yalnız oxumaq üçün dramlar da var. Bunlar leze dram adlanır. Dramatik növün 3 janrı var. Komediya, faciə, dram. Başlayaq komediyadan. Komediya şən yığıncaq, şən tamaşa deməkdir. Həyat hadisələrini gülməli şəkildə əks etdirən piyesə komediya deyilir. Şərqdə komediya məsəkə də deyirlər. Yəni bu komediya Yunan adıdır bunun əslində. Yəni qərb adıdır. Məsəkə isə şərqdəki adıdır bunun. Komediyada gülüş əyləncə xarakterli yox, ictimai əxlaqi məzmun daşıyır. Yəni biz bildiyimiz Kevin deyil də bu. Yəni burada ictimai mütləq şəkildə əxlaqi məzmun daşımalıdır. Yəni onun altında bir tərbiyəvi mahiyyət yatmalıdır. Komediyada baş qəhrəman əsasən mənfi obraz hesab olunur, müsbət də ola bilər. Komediyada gülüşün həm satirik, həm də humoristik növündən istifadə olunur. Ədəbiyyatımızda musiqili komediya nümunəsi də var. Bu Üzeyir Hacıbayevin Arşın Malalan musiqili komediyasıdır. Faciə nədir? Faciə ərəbcə kədərli, dəhşətli hadisə deməkdir. Böyük ümidin, xoş arzuların məhv olması ilə nəticələnən piyeslər faciə adlanır. Faciə əvəzinə tragediya terminindən də istifadə olunur. Tragediya belə Yunan adıdır bunun. Yəni qərbdəki adıdır, belə deyək. Faciədə baş qəhrəman yeni ideya, yeni həyat uğrunda apardığı mübarizədə mənən qələbə çalsa da, sonda özünün cismani ölümü ilə nəticələnir. Misal üçün, Müsibəti Fəxrəddin əsərində
Fəxrəddinin faciəvi şəkildə ölümü, yəni bu belə deyim, faciənin açıqlamasına nümunə ola bilər. Çünki baş qəhrəman orada yeni həyat, yeni ideya uğrunda mübarizə aparır, mənən qələbə çalır. Amma ki, sonda özü də cismani şəkildə ölür. Faciədə əsas qəhrəman əsasən müsbət obrazdır. Bəzən mənfi obraz da ola bilir. Bunu biz bilirik ki, Hüseyn Cavidin İblis əsərindəki İblis obrazı mənfi obraz hesab olunur. Faciə həm nəzmlə, həm də nəsrlə yazılır. Dram nədir? Bəs dram faciə ilə komediya arasında orta mövqe tutan bir janrdır. Dramda faciəvi və komik anların hər ikisi özünü göstərir. Dramın faciədən əsas fərqi odur ki, dramda qəhrəman apardığı ideya uğrunda bütün rəqiblərinə qalib gəlir, sonda da baş qəhrəman sağ qalır. Bütün rəqiblərinə qalib gəlir, sonda baş qəhrəman sağ qalır. Dramlar həm nəzmlə, həm də nəsrlə yazılır. Misal üçün, Səməd Vurğunun biz Vaqif dramın, İlyas Əfəndiyevin Xurşud Banu, tarixi dram Xurşud Banu, Natəvan dramlarını göstərə bilərik. Ədəbiyyatımızda dramatik növün içərisində bir tragikomediya var. Tragikomediya belə bir janr hesab olunur ki, faciədə komizmin, komediyada isə faciə ünsürlərinin üstün olduğu janrdır tragikomediya. Yəni, ədəbiyyatşünaslar belə deyim, əsəri oxuyublar, bilməyiblər bu faciə, bilməyiblər deyəndə ki, bilməyiblər necə adlandırsınlar, faciə desinlər, komediya desinlər, tragikomediya deyiblər. Həm tragediya var, faciə, həm də komediya var, yəni gülüş var. Yəni, ona görə də tragikomediya deyiblər. Dəqiq söyləmək mümkün olmadığı üçün bu tragikomediya deyilir, buna söylənilir. Tragikomediya demək Cəlil Məmmədquluzadə, yəni onun 3 əsəri ilə biz tanışıq, ədəbiyyatda biz keçirik, əsasən də Anamın kitabını geniş şəkildə keçirik. Ölülər, Dəli Yığıncağı və Anamın kitabı əsərlərini tragikomediyaya misal göstərmək olar.